Oo, nə qəşəng gəmi düzəltmisən. Gəmi deyil, məktubdur. Atama göndərirəm. Ata nədə işləyir ki? Neft daşlarında. Sabah mənim ad günümdür. Atamın həmişə yadından çıxır. Məktub yazdım ki, yadından çıxmasın, məni təbrik eləsin. Sən görmədin də qız necə pis olmuşdu. Keşke neft daşlarına gedə bilsəydim. Əgər o kişini tapıb desək ki, uşağı təbrik elə, uşağı da sevinər, Lalə də. Uşaqlar, deyəsən neft daşlarına gedə biləcəyik. Sən lazım olanı eləmisən, onlar bugün də hazırlaşa bilməyəcəklər. Əsas məqsəd isə budur. Bir qədər sağ kursu götürsək, biz Hindistana çata biləcəyik. Mr. Kolumb, Hindistana yox, neft daşlarına gedirik, bilirsiniz? Uşaqlar, torpaq görə. Torpaq! Torpaq! Hoş gelmişsiniz. Buradaki gezinti çok maraqlı olacak. Bura neft daşlarıdır. Burada uşaq absurd olmaz. O uşaqlarısa mən mütləq tapacağım. Yesə gedikdik. Qızımızın ad günüdür. Niyə zəng eləyib təbrik eləmirsiniz?